Read the passage and answer the questions. Mətni oxuyun və sualları cavablandırın. In the mid-15th century, an important invention changed the course of history, the printing press. 15-ci əsrin ortalarında mühüm bir ixtira tarixin gedişatını dəyişdi, mətbə. It was made by German inventor Jonas Gutenberg. O, Alman ixtiraçısı Jonas Gutenberg tərəfindən hazırlanmışdı. Before this invention, books were hand-copied, a hard and slow process that made them expensive and rare. Bu ixtiradan əvvəl kitablar əl ilə kopyalanırdı. Bu da onları bahalı və nadir hala gətirən sərt və yavaş bir proses idi. Gutenberg's printing press used movable type. Gutenberg'in mətbəəsi daşınan tipdən istifadə etdi. This meant letters could be put on a page and moved easily. Bu demək idi ki, hərflər bir səhifəyə qoyulub asanlıqla köçürülə bilər. This innovation made printing much faster and easier. Bu yenilik çapı daha sürətli etdi və asanlaşdırdı. For the first time, many books could be made quickly and as a result, knowledge spread rapidly across Europe. İlk dəfə olaraq bir çox kitablar tez bir zamanda hazırlana bildi və nəticədə biliklər Avropada sürətlə yayıldı. The first major book printed with movable type was the Gutenberg's Bible, completed around 1455. Daşınan tiplə çap edilmiş ilk böyük kitab təxminən 1455-ci ildə tamamlanan Gutenberg İncilidir. This book looked beautiful and had many details. Bu kitab gözəl görünürdü və bir çox detallara malikdir. It started a new time in printing and making books. Demək, çap və kitabların hazırlanmasında artıq yeni bir vaxt başladı. The Gutenberg Bible made books easier to find and cheaper. Gutenberg İncilini tapmağı asanlaşdıran və daha ucuz etmişdi. This helped more people learn to read and share new ideas. Bu daha çox insanın oxumağı və yeni ideyaları paylaşmağı öyrənməsinə kömək etdi. The printing press not only affected literature but also played a significant role in the spread of Renaissance, the Reformation and the scientific revolution. Demək, mətbə nəinki ədəbiyyata təsir etdi, həm də intibahın, islahatların və elmi inqilabın yayılmasında mühüm bir rol oynadı. Ideas that were once known only to a few scholars could now reach many people. Demək, qeyd olunacaq ki, bir vaxtlar yalnız bir neçə alim tərəfindən məlum olan fikirlər indi bir çox insana çata bilərdi. It contributed to the rise of religious, political and scientific movements as books and the newspapers spread ideas faster than ever before. Kitablar və qəzetlər ideyaları əvvəlkindən daha sürətli yayıldığından bu dini, siyasi və elmi hərəkətlərin yüksəlməsinə töhfə verdi. It started the modern age and still affects publishing and the way we share information. Bu müasir dövrdə başladı və hələ də nəşriyyata və məlumat paylaşmağımıza təsir etdi. Mətnimizlə bağlı ilk sualımız true, false, yəni doğru yoxsa yanlış olduğunu qərar verəcəyimiz sualdır ki, decide whether the statements are true or false according to the passage. Mətnə əsasən cümlələrin doğru yoxsa yanlış olduğuna qərar verin. Birinci cümləmizdə before Gutenberg's invention, the process of making books was time-consuming and difficult because they had to be copied by hand. Birinci paragrafımızda bu haqda məlumatımız var idi ki, yəni Gutenberg'in qeyd olunur ki, ixtirasından əvvəl kitabların, yəni nəşri prosesi vaxt baxımından daha çox vaxt aparırdı. Daha sonra isə yəni çətin bir proses idi, çünki onlar əl ilə kopyalanırdı və biz mətnimizdə bu hissədə birinci paragrafın son cümləsində eyni məlumatı görmüş oluruq. Demək ki, bu məlumata əsasən bizim birinci cümləmiz true götürülmüş olacaqdır. İkincidə, the invention of the printing press allowed people across Europe to access and share information rapidly. Mətbəənin ixtirası insanlara, yəni Avropada demək boyunca giriş etməyə icazə verdi, eləcə də tez sürətli bir şəkildə məlumat paylaşmağa icazə vermişdi. Yenə mətnimizə əsasən doğru məlumat kimi götürəcəyik, yəni true hesab olunacaq. Çünki qeyd olunan məlumatda, yəni bir neçə hissədə biz məlumatı görə bilərik. Ən çoxsa ikinci paragrafın sonunda
For the first time, many books could be made quickly. As a result, knowledge spread rapidly across Europe. Yəni, eyni mənanı kəsb edən cümləmizdir. Bu səbəbdən ikinci cümlədə true hesab olunur. Üçüncüdə, the printing press affected literature and had no influence on science or politics. Yəni, çap prosesinin, mətbəənin ədəbiyyata təsiri var idi və elm, siyasi hissələrdə təsiri yox idi. İkinci tərəfdə inkar yazıldığı üçün cümləmiz false hesab olunur. Çünki mətnimizdəki məlumatımıza əsasən mətbə təkcə ədəbiyyata deyil, həmçinin demək elmi inqilaba, daha sonra intibaha və s. də təsir göstərmişdi. 4-cü paragrafın ilk cümləsinə əsasən bizim verilən 3-cü cümləmiz false, yəni səhv hesab olunur. 4-cüdə isə the Gutenberg Bible, completed in the 15th century, represented the first significant use of movable type printing in Europe. Gutenberg Bibliyası 15-ci əsrdə tamamlanmışdı, hansı ki, yəni ilk daşına bilən növ çapdan istifadə olunmuşdu Avropada bu üsulla. Yəni 4-cü cümləmizdə true hesab olunacaq, çünki 1455-ci ildə tamamlanmışdı, hansı ki, ilk dəfə, yəni əsas kitab kimi movable, yəni daşına bilən növdən istifadə olunmuşdu. 1455-ci il isə təbii ki 15-ci əsr hesab olunur. Və qeyd olunan məlumatlara əsasən qeyd etdiyimiz kimi birinci cümləmiz true, ikinci cümləmiz true, üçüncü cümləmiz false və dördüncü cümləmiz true hesab olunur.